Salam hörmətli izləyicilər. Bu gün mən sizə may ayının 24-ü keçirilən 3-cü qrup üzrə Azərbaycan dili blok suallarının izahını verirəm. Birinci suala baxaq. Sual işarəsinin yerinə hansı söz yazılsa, hər kiçik üçbucaqdakı verilən iki fikirdən yalnız biri həmin sözə aid olar. Yəni üçbucaq daxilində olan iki fikir var və bu iki fikirlərdən yalnız biri doğru olmalıdır. Bu sözləri hansı variantın doğru olub olmadığını bilmək üçün ilk növbədə sözün tələffüzünü yazmalıyıq. Çünki sözün tələffüzünü yazmasaq, yəni samit, açıq sait və yaxud da ki, cingiltili samit, yəni bütün bunları ancaq sözün yazılışı üzərindən tapmaq mümkündür. Birinci baxaq qərinə sözünə. Qərinə sözünün bu arada mənası 33 illik dövrdür. Qərinə sözünün tələffüzü bu şəkildədir və mən bunun üzərindən hər üçbucaqda ya iki fikir verilib, mən o fikirlərdən yalnız biri doğru olmalıdır, yəni biri şərtini ödəməlidir. Əgər hər ikisi ödəyirsə, həmin variantı biz, yəni bu variant bizim üçün doğru olmayacaqdır. Və qeyd edim ki, bu ötən ilki sual tiplərinə, yəni bu sual tipini ötən illərdə istifadə edilmişdir. Yəni yeni bir sual tipi deyildir. Qərinə sözü deyir, eyni iki samitdən istifadə edilib. Bu fikir doğru deyildir. Amma məndən onsuz da biz istəyirik ki, iki fikirdən yalnız biri doğru olsun. İkinci fikrə baxaq. Cingiltili samitlərin sayı kar samitlərin sayından çoxdur. Burada cingiltili samitimiz ümumiyyətlə Q, R, N-dır. Yəni üçü də cingiltilidir. Ümumiyyətlə kar samit yoxdur. Və bu o deməkdir ki, bu üçbucaqdakı iki fikrin ikisi də bizim qərinə sözümüz üçün yanlışdır. Ancaq bizdən birinin doğru olmasını tələb eləyir. Ona görə də bu fikir doğru olmayacaqdır. Daha sonra keçək operator sözünə. Operator sözü operator tələffüz olunur. Və baxaq. Eyni iki samitdən istifadə edilib. Gəlin buradakı samitləri yazaq. P, R, T və R. Bəli, eyni iki samitdən istifadə edilib. Sonra deyir ki, ikincidə, yəni bu fikir onun üçün doğrudur. Cingiltili samitlərin sayı kar samitlərin sayından çoxdur. Burada əgər fikir versək, kimsə kar və yaxud da cingiltili samitləri tapmaqda çətinlik çəkirsə, bizim məşhur bir cümləmiz var. Mən məsəl üçün bir çox üsullar var. İndi hər müəllim özünü yəni hər müəllimin fərqli metodu var. Məsələn, mən həmişə deyirəm ki, bir cümlə deyirəm. Deyirəm, buradan yadınızda saxlayın ki, buradakı bu cümlədəki samitlərin hamısı kardır. Hətta imtahan zamanı çaşmamaları üçün, çünki imtahan stresi, həyəcanı olur. Mütləq şəkildə deyirəm ki, fonetika ilə bağlı, fonetik təhlillə bağlı ümumiyyətlə suallar düşəndə ilk növbədə həmin samitləri kənara yazın. Çünki nə qədər əzbərdən bilsəz də, istər-istəməz stres, həyəcan olur və buna görə də yadınızdan çıxar və yaxud da səhv edə bilərsiniz. Ona görə də mən deyirəm, Akif Paşa çox ahəstə. Yəni K, F, P, Ş, Ç, X, H, S və T. Yəni bu samitlər kar samitlərdir və bu samitləri yadınızda saxlayın. Və burada iki kar samitimiz var, iki cingiltili samitimiz var. R cingiltili, P ilə T isə kardır və bərabərdir. Bu fikir, yəni bu üçbucaq üçün bir fikir doğru, bir fikir yanlışdır. Digərlərini də yoxlamalıyıq. Deyir ki, tərkibində uzanan sait var. Xeyr, operator sözündə uzanan sait yoxdur. Ahəng qanuna tabe deyil. Gəlin baxaq, sözün yazılışına baxmalıyıq. Yadımızda qalsın ki, ahəng qanunu və heca sözün yazılışına nəzərən baxmalıyıq. Bəli, O, A və O qalın saitlərdir, E isə incə saitdir və həm incə, həm qalın var. Bu o deməkdir ki, ahəng qanuna tabe deyil və bu fikir onun üçün doğrudur. Keçək digər üçbucağa. Açıq saitlərdən biri dodaqlanandır. Uşaqlar, açıq sait, qapalı sait, incə sait, nə bilim, cingiltili samit, kar samit, bunların hamısına biz mütləq yazılışına baxmalıyıq. Açıq saitlərin biri dodaqlanandır. Bəli, bu doğru fikirdir. O, burada açıq saitlərdən O açıq saitdir və dodaqlanır. Digər açıq saitlər A-dır, E-dir, A-dır. Yəni bu sözdə olanlar heç birisi dodaqlanmır. Və keçək ikiyə baxaq. Bu fikir, birinci fikir doğrudur. Deyilişi ilə yazılışı fərqlənmir. Bu fikir isə onun üçün yanlışdır. Çünki O saiti A saitinə keçibdir və deyiliş və yazılış arasında bir fərq var. Ancaq orada isə göstərir ki, deyiliş və yazılış arasında fərq yoxdur. Və iki yanlışdır. Hər üçbucaqdan verilən iki fikirdən yalnız biri doğrudur və bu bizim üçün düzgün cavab olacaq. Epopeya sözünün də tələffüzü uşaqlar epopeyadır. O A-ya keçir. Limonadda D T-yə keçir. Nəşriyyat sözündə də nəşriyyat 2 iyad və ya iyyət şəkilçisi olursa, bilirik ki, tələffüz zamanı bu yığların biri düşəcək, nəşriyyat sözü və yəni bu test üçün doğru cavab B variantıdır. Sonra keçək digər suala. Cümlələrdə söz birləşməsi ilə ifadə olunmuş tamamlıq işlənib. Ümumiyyətlə cümlə üzvlərini bilmək üçün cümlə üzvlərinin sualını mütləq şəkildə bilməliyik. Əgər sualı bilməsəm, məsələn tamamlığın sualını bilməsəm, burada cümlə üzvü kimi tamamlığın işlənib işləmədiyini tapmaq mümkün deyildir. Gəlin birinci cümlədən baxaq. Deməli biz nə axtarırıq? Tamamlıq axtarırıq və eyni zamanda bu söz birləşməsi ilə ifadə olunmalıdır. Ziyanın yarısından dönmək xeyirdir. Xeyirdir. Nə xeyirdir?
ziyanın yarısından dönmək. Burada mübtədamız var, bəli. Amma yəni məstər tərkibi ilə ifadə olunmuş mübtədamız var, amma məndən tamamlıq istəyir. Tamamlığın sualları mən həmişə uşaqlara deyirəm ki, tamamlığın sualların ismin halları ilə yadınızda saxlayın. Kimdə, nədə, kimdən, nədən, kimə, nəyə, kimə, nəyə, hara, kimi, nəyi, haranı, kim ilə, nə ilə, kim haqqında, kim barəsində. Yəni bu suallara cavab verməlidir. Yəni ismin adlı halında olan bir söz, yəni kim, nə, hara sualını verirsinizsə, bu artıq tamamlığın sualı ola bilməz. Necə? Yəni adlı halda olan. Məsələn, qeyri-müəyyən təsirli halda olarsa, bəli, o zaman deyirəm ki, hə, tamamlığın nə deyə bir sualı var, o da qeyri-müəyyən təsirli. Yəni o söz adlı halda olmamalıdır ki, o tamamlıq olsun. Onun əlindəki balaca saz atasının dostundan yadigar qalmışdı. Nə etmişdi? Yadigar qalmışdı. Nə yadigar qalmışdı saz? Hansı saz balaca? Hansı saz onun əlindəki? Bu da təyindir və kimdən yadigar qalmışdı? Onun, daha doğrusu atasının dostundan. Bu isə tamamlıqdır. Kimdən sualına cavab verir? Üçüncü növ təyinli söz birləşməsindən ifadə olunub və götürəcəyik. Babam həmişə dostunun məzəli söhbətlərindən danışardı. Nə edərdi? Danışardı. Kim? Babam. Nədən danışardı? Dostunun məzəli söhbətlərindən. Bu artıq üçüncü növ təyinli söz birləşməsi ilə ifadə olunmuş. İfadə olunmuşdur və tamamlıqdır. Çünki nədən tamamlığın sualı idi və ona görə də 2 ilə 3 doğrudur. Keçək dördüncü cümləmizə. Bir sıra qəzetlərdə məqalələri çap olunurdu. Nə edirdi? Çap olunurdu. Nədə? Yəni burada qəzetlərdə nədə? Düzdür, tamamlıq var, amma söz birləşməsi ilə ifadə olunmayıb. Hansı qəzetlərdə bir sıra məqalələri nə çap olunmuşdu? Məqalələri, bu isə mübtədadır. Və uşaqlar, burada tamamlıq var. Tamamlığımız qəzetlərdə sözüdür. Sadəcə olaraq burada söz birləşməsindən ifadə olunmayıb. Onlar daim işıq və səadət içində olan uşaqlara bənzəyirdilər. Nə edirdilər? Bənzəyirdilər. Kimlər? Onlar mübtədamız. Kimə bənzəyirdilər? Uşaqlara. Hansı uşaqlara? Daim işıq və səadət içində olan. Uşaqlar, burada tamamlığımız var. Uşaqlara. Çünki kimə sualın verib? Yönlü çalı sualın vermişik ora. Amma söz birləşməsindən ifadə olunmayıb, ona görə də getdi. Cavabımız 2 və 3-dür. Yenə deyirəm, ikinci cümlədə atasının dostundan, tamamlıq atasının dostundan kimdən? Üçüncü növ təyinli söz birləşməsindən ifadə olunub. Üçüncü cümlədə də, bəli, dostunun məzəli söhbətlərindən, burada da üçüncü növ təyinli söz birləşməsidir. Nədən sualına cavab verir? Yəni çıxışlıq haldadır və ona görə də cavabımız D variantı olacaq. Keçək üçüncü suala. Mən məsləhət görərdim ki, ümumiyyətlə sualları mən izahını verməmişdən qabaq mütləq ki, özünüz də sualı oxuyun, cavablandırmağa çalışın. Deyir ki, nümunələrə əsasən uyğunluğu müəyyən edin. Deməli, yalnız ismi birləşməyə aid nümunələr var. İkinci nümunədə biz İkinci isə uyğun olmalıdır. Həm ismi, həm feili birləşməyə aid nümunə olmalıdır. Üçüncüdə isə heç söz birləşməsinə aid nümunə olmamalıdır. Gəlin baxaq, nə gözəl yaraşır Muğana Ceyran. Əgər burada fikir versəz, nə ismi birləşmə var, nə feili birləşmə var, ümumiyyətlə burada birləşmə yoxdur. Ona görə də uşaqlar, mənə deyir ki, heç ümumiyyətlə söz birləşməsi olmasın. Yəni, daha doğrusu, heç bir söz birləşməsi olmayan aid nümunə yoxdur. Bu 3-ə də aiddir, 3-ə qeyd eləyəcəyik. Çünki nə gözəl deyə bir söz birləşməsi olmaz. Çünki nə burada ədaddır. Gözəl yaraşır, bu söz birləşməsi deyil, cümlədir. Muğana Ceyran, belə də söz birləşməsi yoxdur. Bizə meydan oxuyanlar bilməlidir ki, vətən əsla yada satılmaz. Uşaqlar, burada var. Bizə meydan oxuyanlar. Amma məndən deyir ki, məsəl üçün, təkcə feili birləşmə olan, yəni uyğunluq yoxdur. Yəni, mən ikinciyə baxın, orada deyir ki, həm ismi, həm feili birləşmə olsun. Burada B-də isə yalnız feili birləşmə var. Bunu heç birisini aid eləyə bilməyəcəm. Çünki yalnız feili birləşmə istənilən bir uyğunluq yoxdur. Ona görə də B getdi. Məsələn, B olan, harada B var? Mən o B-ləri çıxacam. Bir də burada var. Burada da var. Sonra deyir ki, sanki dəhrə ilə dağı çapıb, parça-parça qoparmış, qövs-ü qüzəhi oraya həkk etmişdi. Uşaqlar, burada baxın, nə etmişdi? Qoparmışdı. Necə cür qoparmışdı parça-parça, necə cür qoparmışdı dəhrə ilə dağı çapıb. Feili bağlama ola bilərmi? Ola bilər, amma ola bilər deyəndə, yəni feili bağlama birləşmə istənilən uyğunluq yoxdur, ona görə də C heç birisinə götürülmür. Yəni mən burada götürsəm ki, söz birləşməsinə aid nümunə yoxdur, bu yanlışdır. Çünki niyə var? Dəhrə ilə dağı çapıb. Amma feili birləşmədir. Yalnız feili birləşməyə aid nümunə yoxdur. Yəni uyğunluq yoxdur. C olanlarda keçəcək, onsuz da çıxmışıq. Oğuz bəyləri bunu görüb əl çaldılar, gülüşdülər. Nə etdilər? Əl çaldılar, nə etdilər? Gülüşdülər. Kim gülüşdü Oğuz bəyləri? Necə əl çaldılar? Bunu gördülər, əl çaldılar. Nə etdilər? Gülüşdülər. Nə zaman əl çaldılar? Bunu görüb kim? Oğuz bəyləri. Və burada bunu görüb feili bağlama, yəni feili birləşmədir. Oğuz bəyləri ikinci növ təyinli söz birləşməsidir. Ona görə də həm feili birləşmə var, həm də ismi birləşmə var və ona görə də D-ni 2-yə götürəcəyik. Azərbaycanın hər guşəsində
əsrarəngiz gözəlliyə rast gəlirsən. Azərbaycanın hər guşəsində. 3-cü növ təyinli söz birləşməsi. Yalnız ismi birləşmək istəyir E-də, yəni 1-də. Biri E-yə daxil edəcəyik və cavabımız A variantı. Və keçək növbəti suala. Verilmiş cümlələrlə bağlı cədvəldə yanlış fikirləri müəyyən edin. Bizdən nə istəyir? Deməli, yanlış fikirləri biz onu nəzərən tapmalıyıq. O elə səhər axşam Kürün qırağında dayanıb nəsə pıçıldayır. İsmi əvəz edən əvəzliklərin məna növü fərqlidir. Gəlin baxaq. Yanlış fikir. İsmi əvəz edən o elə səhər axşam Kürün qırağında dayanıb nəsə pıçıldayır. Nə edir? Pıçıldayır. Nə pıçıldayır? Nəsə qeyri-müəyyən əvəzlikdir. O elə kim? O. Bu da isə şəxs əvəzliyidir. Qeyri-müəyyən əvəzlik və şəxs əvəzliyi. Deyir, ismi əvəz edən, bəli. İsmi əvəz edən bir nəsədir, bir də o. Ona görə də fərqlidir, bəli. Biri şəxs əvəzlikdir, biri qeyri-müəyyən əvəzlikdir. Bu doğru fikirdir. Bir doğru olduğuna görə götürməyəcəm. Çünki yanlış istəyir. İşarə və şəxs əvəzliyi quruluşca eyni növdədir. Bilirsiniz niyə bu səhvdir? Çünki orada o şəxs əvəzliyidir, bu doğru fikirdir. Amma işarə əvəzliyi yoxdur. Elə səhər axşam Kürün qırağında nəsə pıçıldayırdı, bu ədaddır. Yəni burada işarə əvəzliyi yoxdur. Lalə bütün bunları bilsə də hey danışır, bəlkə də bizə təskinlik vermək üçün deyirdi. İşarə əvəzliklərdən biri ismi, digəri isə sifət əvəz etmişdir. Uşaqlar, burada deməli, bir dənə işarə əvəzliyimiz var. Bunları. Bilirik ki, işarə əvəzliyimiz o, bu, elə, belə, həmin. Təyin əvəzliklərimiz isə öz, hər, bütün filan eyni. Burada bir dənə işarə əvəzliyimiz var. O da budur, işarədir. Və çox zaman bunları sözün görürlər. Məsələn, onun işarə əvəzliyi olduğunu götürmürlər. Xeyr, budur. Sadəcə olaraq cəm şəkilçisi, qrammatik şəkilçilər qəbul edib və bütün isə təyin əvəzlikdir. Mənə isə deyir ki, işarə əvəzliklərinin biri ismi, digəri. Burada ümumiyyətlə bir dənə işarə əvəzliyi var, ona görə də yanlışdır. Yəni, bütün təyin əvəzlikdir. Burada bizə şəxs əvəzliyidir, bu da işarədir. 4-ə baxaq, qrammatik şəkilçi qəbul etmiş əvəzliklərin məna növü fərqlidir. Bəli, düzdür. Qrammatik şəkilçi qəbul edən bir bizədir, bir də bunlaradır. Və bizə sözü şəxs əvəzliyidir və bunları isə işarə əvəzliyidir. Deyir, fərqlidir, bəli, bu doğru olduğuna görə götürməyəcəm. Sonra atsan, ev, eşik, sənin bu qoca, əldən düşmüş vaxtında nəyinə gərəkdir? Əvəzliklərin hər biri müxtəlif məna növündədir. Uşaqlar, burada əvəzliklər bir səndir, bir budur, bir də nəyinə gərəkdir? Nəyinə? Sual əvəzliyidir. Və keçək, deyir ki, əvəzliklərin hər biri müxtəlif məna növünə, bəli. Sənin şəxs əvəzliyidir, bu işarədir, nəyinə sual əvəzliyidir, bu doğru fikirdir. Amma məndən doğru fikir istəmir, ona görə də 5 getdi. Şəkilçi ilə işlənmiş əvəzliklərin quruluşca növü fərqlidir. Şəkilçi ilə işlənmiş növü sənin və nəyinədir? Biri sual əvəzlikdir, digəri isə şəxs əvəzliyidir. Yəni sənin şəxs əvəzliyidir. Və quruluşca isə eynidir. Amma burada yazılıb ki, fərqlidir. Yəni ikisi də sadə əvəzlikdir. Bu yanlış olduğuna görə altında götürəcəyik. Cavabımız 2, 3, 6-dır. Daha sonra keçək 5-ci suala. Güman ki, bu dağlarda qazıntı yerlərinin çertyoju idi. Dağlardakı bu, baxın sualı bir də oxuyuram. Deyir, güman ki, bu dağlardakı qazıntı yerlərinin çertyoju idi. Vergülü qoyublar, artıq burada bizə nəsə demək istəyirlər. Gəlin baxaq. Bizdən isə doğru fikirlər istəyir. Həmişə yanlış fikir istədiyinə görə şagirdlər burada çox çaşır. Yəni bunu dairəyə alın ki, bilin. Güman ki, modal sözdür, bəli. Güman şübhə bildirən elə modal sözdür. Bizdən doğru fikir istəyir, biri götürün getsin. Bu işarə əvəzliyidir. Nə sualına cavab verir, varlıq haldadır. Doğrudur uşaqlar. Baxın, budan sonra vergül qoyduqlarına görə bu, yəni nə dağlardakı qazıntı yerlərinin çertyoju idi, bu. Nə sualına cavab verir? Bəli, adlıq haldadır. Bu işarə əvəzlidir. Ümumiyyətlə, bu həmişə işarə əvəzliyidir. Heç o başqa əvəzliyin növü ola bilməz. Burada hələ ki, bir də ikinci götürürük. Dağlardakı quruluşca düzəltmə yer zərfidir. Dakı sifət yaradır. Ən çox dərslərdə işlətdiyim bir söz var. Dakı sifət yaradır və bu yer zərfi deyildir. Ona görə də doğru fikir istədiyinə görə 3-ü götürməyəcəyik. Daha sonra keçək 5-ci sualın davamına. Baxın, deyir ki, qazıntı feildən düzəlmiş isimdir və adlıq haldadır. Gəlin baxaq. Qazıntı sözü qazmaq sözündən yaranır. Qazıntı. Intı burada leksik şəkilçidir. Çünki qazmaq feilindən isim yaradır. İndi gəlin bir də baxaq görək, o adlıq haldadırmı? Dağlardakı qazıntı yerləri, qazıntının yerləri. Yerləri sözünə i mənsubiyyətdir. Mənsubiyyət özündən əvvəl nə istəyir? Yiyəlik. Qazıntının yerləri, yerlərinin çertyoju idi. Bu, adlıq halda deyil. Uşaqlar, yiyəlik, qeyri-müəyyən yiyəlik haldadır. Ona görə də 4 gedəcək. Yerlərinin sadə isimdir. Cəm, mənsubiyyət, hal şəkilçisi qəbul edir. Sadədirmi? Sadədir. Yerlərin sözünü gəlin buraya yazaq. Yerlərinin, qazıntı yerlərinin. Yerlər, cəm, yerləri, mənsubiyyət, qazıntı yerlərinin, yiyəlik, düzdür də yəni. Çertyoju isimdir, təsir, qazıntı yerlərinin çertyoju.
Çertyojundakı U, uşaqlar, oradakı U mənsubiyyətdir. Çünki özünə söz birləşməsidir. Yerlərinin çertyoju. Üçüncü nöqtənin söz birləşməsidir. Buradakı bu söz adlıq haldadır. Və ona görə də 6 da səhvdir. Deməli 1-i götürmüşdük buradan. 1, 2. Burada da doğru olan 5 oldu. 1, 2, 5. Cavab D variantı. Keçək növbəti sualımıza. Verilmiş nümunələrdə tək sözünün hansı nitq hissəsi? Bu ən asan sualdır. Bu da tək ağzını zambaq. Uşaqlar, tək sözünün yerinə bax, açır piyalə kimi bənzətmə qoşmasıdır bu. Burada qoşmadır. Tək əllə düyün düyülməz. Tək əl. Uşaqlar, tək deyə uşaqların ən çox çaşdığı məqamlardan biri də budur ki, deyir müəllim, tək sözü saydı. Nə bilim, say deyən var. Yəni tək alım, tək əl deyir müəllim, bir dənə əl nəzərdə tutur. Burada saydı. Bu yanlış fikirdir. Onsuz da bu variantların heç birisinə verməyiblər say, amma yenə də deyim bilin. Tək əl əşyadır. Yəni isimdir, əşyanın adını bildirən nitq hissəsi isimdir. İsmin əlamətini bildirib bu sifət olacaq. Sonra deyir ki, çörəyini tək yeyən. Yeyən feili sifətdir. Feili sifət də feildir. Yəni feili bağlama, məsdər, feili sifət yadınızda qalsın ki, feildir. Nə qədər də məsəl üçün məsdər ismin xüsusiyyətini daşırsa da yenə də feildir. Genetikası feildir. Yəni mən cümlədə məsdər görəndə, feili sifət görəndə, feili bağlama görəndə iki nitq hissəsinin xüsusiyyətini daşırsa belə, indi biz onları feil kimi görəcəyik. Yeyən feildir. Hərəkətin əlamətin miqdarı çörəyini tək yeyən yükünü özü qaldırır. Hərəkətin yanında gəlib, bu zərfdir. Sən yalnız və ancaq qoya bildirsə məhdudlaşdırıcı ədatdır. Burada isə ədatdır. Deməli, birinci oldu qoşma, sonra oldu sifət, sonra məsəl üçün bu ədat getdi, A getdi, qoşma, sifət, zərf və ədat. Sonra keçək 7-ci nümunəyə baxaq, daha doğrusu nümunə suala baxaq. Nümunədə buraxılmış durğu işarələrini müəyyən edin. Bu da çox asan sual idi. Yəni bəzi suallar var ki, təbii ki, meyara görə çətin və asan suallar var idi. Deyir ki, ev sahibi qonağın əlini sıxa-sıxa. Uşaqlar, görün, otur sözü birdən-birə böyük hərflə gəldi. Cümlənin ortasıdır. Yəni baxırsan ki, niyə böyük hərflə gəlsin? Burada nə var amma? Deməli, burada artıq nitq başlayıb ki, otur sözü xüsusi isim deyil. Nə bilim, mürəkkəb ad deyil. Yəni heç nədir. Yəni burada heç nə yoxdur, amma birdən-birə otur sözü böyük hərflə yazıldı. Deməli, qoşa nöqtə olmalıdır birinci. Uşaqlar, ev sahibinin qonağının əlinə sıxa, sonra vasitəsiz nitq başlayıbdır. Otur sözündən əvvəlində deməli qoşan nöqtə və dırnaq açılmalı idi. Otur dedi. Otur dedi deyəndə uşaqlar, dedi iki nitqin ortasındadırsa, vergül tiri artıq qoymalıyıq. Bu nə deməkdir? Otur dedi. Oturdan əvvəl sonra vergül və tiri dedi. Dedidən sonra yenə nitqi davam edə bilər. Nitq davam edilibsə, orada da vergül tiri qoymalıyıq. Burada indi qələm yaxşı yazmayıblar. Bir dəqiqə. Yaxşı yazın. Gələcəklər və yenə də dırnaqlar bağlanır. Yenə də deyirəm, gördünüz ki, dedi, deyə, əgər dedidən əvvəl də nitq varsa və dedidən sonra da nitq davam edirsə, o zaman bilin ki, 2 tireniz hazırdır. Deməli, burada uşaqlar, bir qoşan nöqtə ilə, sonra dırnaqlar 2 tiri, cavabımız D variantı. Deyir, orfoepik normanın pozulduğu cümlələri müəyyənləşdirin. Orfoepik nədir? Uşaqlar, var orfoqrafiya, var orfoepik. Orfoepik o deməkdir ki, yəni sözün tələffüzü. Orfoqrafiya desəydi, sözün yazılışına baxacaqdıq. İndi görək ki, sözlərdən hansı tələffüzünə görə səhv verilibdir. Çünki orfoepik normanın pozulmasını deyir bizə. Bir çox insanlar problemlər qarşısında aciz qalır. İnsanlardan nardır, düzdür. Problemlər o aya keçib, düzdür. Acizdə dağını uzadıblar, düzdür. Amma məndən pozulanı istəyir. Arıq oğlan, uşaqlar. Arıq sözü belə yazılır. Arıq. Və özündən sonra da sait gəlibdir. Deməli, qıya keçəcək. Yadınızda qalsın ki, qdan sonra, yəni bizim sözlərdə qdan sonra sait gəlirsə və yaxud da saitlə başlanan şəkil artırılıbsa, söz artırılıbsa heç fərqi yoxdur. Qıya. Məsəl üçün, burada söz artırıldığına görə, söz gəldiyinə görə qıya keçməli idi tələffüzdə. Amma burada necə veriblər? X. Nə zaman x olardı? Samit gələrsə. Məsələn, arıq sözündən sonra samitlə başlanan söz olsaydı, biz onu x kimi yazardıq. Necə ki, məsələn, arıq sözündən fikrən, saitlə başlanan şəkil artıran arığın. Görürsünüz, saitlə başlanan şəkil artıranda qıya keçibdir. İkini götürək, səhv olduğuna görə. Məsələn, orada qırıq danışardı. Məsələn, o da səhvdir. Niyə? Çünki qırıq sözünün kökü, yəni sözün sonunda qı ilə qutarır. Qı ilə qutarır və samitlə başlayır. Və samitlə başladığına görə burada sözün tələffüzü x olmalı idi. Peki. Amma orada verməyiblər, ona görə də yanlışdır. Yəni, burada iki yerdə orfoepik norma pozulubdur. Cavanlar bulaqdan qayıdan qızlarla qarşılaşdılar. Cavanlar nar kimi tələffüz olunur. Bulaq qdan sonra samit gəlib x kimi tələffüz olunur. Qızlarla, yəni düz yazıblar, yəni düz tələffüz ediblər. Öz ixtirasını, uşaqlar, xıtı, məsələn, taxta sözündə necə olurdu? Taxtda, həftə sözündə, həftə, ustada, usta. Ümumiyyətlə, 90% gördünüz ki, 90% sözlərdə bu keçərlidir. Təbii ki, həmişə istisna olur. İki kar samit yanaşı gəlirsə, tıdıya keçəcək. Öz ixtirasına,
təkmilləşdirən alim Fransaya məlumat göndərməyə nail oldu. Yəni burada ixtirasına yox, ixtirasına olmalıdır. 4 yanlışdır. 2 ilə 4 olacaq. Günəş üfüqdən boylananda yolçular yola düşdülər. Burada da bütün sözlər düzgün tələffüz olunub. Ona görə də heç bir orfoqrafik norma pozulmayıb. Keçək 9-a. Eyler-Venn diaqramına əsasən doğru fikirləri müəyyən edin. Qəsəbəyə yaxınlaşdıqca mən həmişə belə olanda, yəni çünki bilmirəm axı nə axtarıram. Yəni boş-boşuna vaxt itirməmək üçün tez birə baxıram. Uşaqlar burada Eyler-Venn diaqramında fikir verin. 1, yəni bunun içində yazılıb. 2 əslində bunun içində, 3 məsələn burada yazılıb. Yəni bura 3 yazılıb. Bu yəni burada yazılmış kimi göz önündə canlandırın. İsimlərdən biri quruluşuna görə mürəkkəbdir. Bəli də düzdür uşaqlar. Və bu arada bizdən doğru fikirləri istəyir. Söhbət qəsəbəyə yaxınlaşdıqca insanların hay-küyü, nə iş edilir? Hay-küyü. Nə işlər, niyə deyirəm? Çünki insanların hakimidir. Məndən onsuz da deyir ki, isimlərin biri quruluşuna görə mürəkkəbdir, bəli, düzdür. Və uşaqlar, bir doğru fikirdir. Bir də ona da həmişə Eyler-Venn diaqramında fikir verin, ikincini də oxuyun. Çünki niyə? Deyir, ikinci cümlədə məsəl üçün biz orada bir dənə mürəkkəb isim görsək, məsələn, onda bu fikir ortada verilməli idi, onda yanlış götürəcəkdik. Ona görə mən ikinci cümləyə baxdım, yəni mürəkkəb isim görmədim. Mürəkkəb isimlər ya defslə yazılmalıdır, ya da bitişik yazılmalıdır. Ayrı yazılan mürəkkəb isim yoxdur. Nədə mürəkkəb sifəti yoxdur? Bunu da buradan yadınızda qalsın. Biri quruluşuna mürəkkəbdir. Yalnız buna aiddir və yalnız birinin altında veriblər, bir doğrudur. Buna plus qoyaq. Doğru fikir istəyir. Sonra deyir ki, 2-yə. Mənsubiyyət şəkilçili isim adlı haldadır. Gəlin baxaq. Uşaqlar, deyir ki, qəsəbəyə yaxınlaşdıqca insanların hay-küyü eşidilir, həyətlərdə tonqallar gözə çarpırdı. Baxın, burada insan, mən bayaq onsuz da demişdim, bir də təkrarlayım. İnsanların hay-küyü söz birləşməsidir. Ü mənsubiyyətdir, ın da yiyəlik hal qəbul edibdir. Və burada mənsubiyyət qəbul etmiş söz, yəni hay-küyü sözü heç bir eşidilir, nə eşidilir? Yəni qeyri-müəyyən təsirli hal kimi düşünə bilmirəm. Ya adlı haldadır. Buna görə də götürəcəm. Düzgün fikirdir. Bütün isimlər ümumidir. Gəlin baxaq, doğrudanmı ümumidir? Qəsəbə ümumidir, insanlar ümumidir, hay-küyü ümumidir, yəni xüsusi isim yoxdur. Amma bunu ortada verdiyinə görə bu hər ikisinə aid olmalıdır. Sonra ikinci cümləyə baxsaq, dənizdən külək, sahil, sahildə neft qoxusunu qovub uzaqlar. Burada ümumiyyətlə hamısı ümumi isimdir. Neft olsun, qoxu sözü olsun, dəniz. Yəni bunlar külək sözü, sahil sözü, bunlar hamısı ümumi isimdir. Xüsusi isim nə idi? Bir məsəl üçün şəhərə ad verilir, insana ad verilir, nə isə verilmiş adlardır. Məsəl üçün şəhərə ad verilir ki, Bakı. Məsəl üçün bunlar xüsusi isimdir. Və 3, bütün isimlər ümumidir, bu da doğrudur. Deyir ki, yerli çalda olan isim yer zərfliyi vəzifəsindədir və bunu 4-ə veriblər, yəni hər ikisinə aiddir deməkdir. Uşaqlar, birinci cümləyə baxsaq, orada həyətlərdə sözüdür, yerli çalda olan. Dənizdən ikinci cümləyə baxsaq, sahildə sözüdür. Amma məsəl üçün birinci cümlədə bəli yer zərfliyidir. Həyətlərdə tonqallar gözə çarpırdı. Nə edirdi? Gözə çarpırdı. Harda? Həyətlərdə. Yer zərfidir və isimlə ifadə olunur. Amma ikinci cümlədə siz fikir versəz, orada cümləni buna görə də təhlil edin. Dənizdən əsən külək sahildə duyulan neft qoxusunu qovub uzaqlara aparırdı. Bax, nə edirdi? Aparırdı. Haraya? Uzaqlara. Nəyi? Neft qoxusunu qovub uzaqlara aparırdı. Əgər orada fikir versəz, sahildə sözü duyulan sözü ilə tərkibə girib. Hansı neft qoxusunu qovub uzaqlara aparırdı? Sahildə duyulan. Yəni sahildə sözü isimdir, yerli haldadır, amma zərflilik deyildir. Buna görə də 4 yanlışdır. Biri üçün doğru, biri üçün yanlış olduğuna görə doğru fikir kimi götürə bilməyəcəm. Sonra şəkilçi qəbul etməmiş isimlər eyni haldadır. Gəlin baxaq, söhbət 5-dən gedir. 5-də yalnız ikinciyə aid ediblər. Külək sahildə duyulan neft qoxusunu uşaqlar. Külək sözü şəkilçi qəbul etməyib, bir də neft sözü burada şəkilçi qəbul etməyib. Amma eyni halda deyil. Neft qoxusu ikinci nöqtəyinin söz birləşməsidir və orada neft sözü yiyəlik haldadır, külək isə adlı haldadır. Eyni halda deyil. Ona görə də 5 getdi. Həm ismi, həm feili birləşmənin aslı tərəfində isim işlənmişdir. Baxın, dənizdən əsən külək. Burada dənizdən əsən feili birləşmədir və deyir ki, onun aslı tərəfi nə idi? Birinci tərəf isimdir. Bu olar. Bax, burada ödədir. Ona görə digərlərinə baxaq. Deyir də həm də feili birləşmənin. Feili birləşmənin deməli dənizdən əsən, bir də sahildə duyulan. İkisi də feili birləşmədir və ikisinin də aslı tərəfi bəli isimdir. İndi ismi birləşməyə baxaq. Neft qoxusu. Neft qoxusu, uşaqlar, bu ismi birləşmədir və bu sözün aslı tərəfi neftdir, neft isimdir. Amma bunu niyə yanlış götürəcək? Çünki birinci cümləyə fikir versəz, orada görərsiniz ki, orada da həm feili birləşmə var, həm də ismi birləşmə var və hər ikisinin aslı tərəfi isimdir. Yəni bu 6 ortada verilməlidir. Buradakı feili birləşmədir, qəsəbəyə yaxınlaşdıqca feili bağlama tərkibi, aslı tərəfi isimdir. İnsanların hay-küyü 3-cü növdür, aslı tərəfi yenə isimdir. Yəni bu 6-dakı fikir burada yazılmalıydı. Bir dəqiqə, bax bura yazılmalıdır. Yazılmadığına görə yanlışdır. Və məndə nə olacaq? 1, 2, 3. 1, 2, 3 olacaq cavab. Növbəti sualımıza keçək və bu sual da asan suallardan biridir. Cümlələrin birində düz sözü zərf kimi işlənmişdir. Uşaqlar, bax, düz sözü bir neçə nitq hissəsi ola bilər. Məsələn,
Və deyirəm ki, qabları düz. Nə et? Burada feildir. Düz yol. Necə yol? Burada sifətdir. Desəm ki, düz danış. Hərəkətin əlamətidirsə, burada zərfdir. Düz maşın deyirəm, düz evin qarşısında saxladı. Yəni lap evin qarşısında saxladı. Düz sözünün yerinə lap sözü qoyuramsa, burada isə ədatdır. Əgər çəmənlər, düzlər məna, məsəl üçün düzlər, çəmənlər yaşıllığa qərq olub, yaşıllığa bürünüb. Nə, yəni burada düz sözü çəmənlər, düzlər mənasında, burada isə isimdir. İndi gəlin baxaq. Harda ki, düz sözü nə zaman zərf əvəz edəcək? Orada, yəni zərf olacaq, orada hərəkətin əlamətini bildirməlidir. Dağlarda əhatə edilmiş, dağlarla əhatə edilmiş bu düz maralların məskənidir. Burada çəmən düz mənasında da isimdir, getdi. Kəklik xanım şamları güzgünün qarşısına düzdü. Burada hərəkətli feildir, getdi. Nailə hər şeyi düz, Nailə gəl hər şeyi düz danışaq. Danışaq. Necə, nə cür danışaq? Düz danışaq. Bu olacaq. Hərəkətin düz sözü hərəkətin qarşısına gəlsə zərfdir. Yəni orada əlamət bildirsə, düz sözü ismin qarşısına gələrsə, yəni ismin əlamətini bildirsə sifətdir. Düz sözünün yerinə lap qoya bilsə isə ədatdır. Maşın evimizin düz qabağında, yəni lap qabağında dayandı. Burada ədatdır. Düz yol, yol isimdir. İsmin əlamətini bildirib, burada isə sifətdir. Ona görə də getdi. Yəni bu da asan suallardan biri idi. Yəni çox vaxt tələb etmir. 11-ci suala baxaq. 1-ci suala. Hansı nümunədə müxtəlif məna növlərinə aid 2 ədəd işlənibdir? Ancaq onu bilirdim ki, yalnız dostum məni tək qoymaz. Burada 2 ədəd işlənib mi? İşlənib. Ancaq bir də yalnız. Niyə 2 ədəd deyil burada? Çünki 2 burada ancaq onu bilirdim. Bir cümlədir. Dostum məni tək qoymaz. İkinci cümlədir. Bu tabeli budaq cümlədir. Yəni ki orada tabelilik bağlayıcısıdır. Ancaq burada və yalnız ikisi də məhdudlaşdırıcı ədəddir. Məndən isə fərqli ədəd növləri olsun deyir. Buna görə də getdi. Onun əlləri də özü də soyuqdan lap buz kimi olmuşdu. Burada onun əlləri də, sadalınba da də nə zaman ədəd olar? Orada deyirəm ki, oxu da, yaz da burada ədaddır. Amma sadalamanı artırırsa və ya da özündə varsa, məsələn onun əlləri də, üzü də burada sadalamadır, deməli burada bağlayıcıdır. Məndən isə bağlayıcı istəmir. Soyuqdan lap buz kimi qüvvətləndirici ədad, kimi də qoşmadı. Burada bir dənə ədad işlənib, o da lap. Amma məndən 2 ədad işlənsin istəyir, ona görə də getdi. Keçək C variantına. Hansı cümlədə, sənin ki xəbərin var idi, bəs niyə demədin? Burada ki qüvvətləndirici, bəs burada isə sualdır. Bəs niyə demədin? Uşaqlar, ki, 2 cümləni bağlasa, yəni gördünüz ki, 2 cümləni bağlayıb, bilin ki, orada bağlayıcıdır. Məsəl üçün, adların yanında gələndə necə? Məsəl üçün, mən ki, bunu sənə çoxdan demişəm. Bu, sənin ki, kitabın məndə qalıb. Belə cümlələrdə görün ki, cümlələri yəni bağlamayıb. Burada isə götürəcəyik qüvvətləndirici ədəd. Əgər mən desəm ki, sən bizə gəlmişdin ki, sual məzmunu yaratsa, o zaman sual ədəd olacaq. Ancaq burada sual məzmunu yaratmayıb ki, qüvvətləndirici ədəddir, bəs isə sualdır. Yəni, 2 müxtəlif məna növündədir, ona görə də C-ni götürəcəyik. Daha sonra deyir ki, cədvələ əsasən uyğun fikirləri göstərin. Deməli, bizə nümunələr veriblər və bu nümunələrə uyğun, deməli, cədvələ fikir verməliyik. Burada diqqətli olmalıyıq. Niyə? Yanlışdan, nümunəyə aid doğru fikirlər. Orada ancaq doğru olmalıdır. Yanlış olsa götürməyəcəyik. Nümunəyə aid yanlış fikirdir. Orada da ancaq yanlışı olanı götürməliyik. Doğru olanı götürməyəcəyik. Deyir ki, səmanın bir küncündə tək bir ulduz parıldayırdı. Və bu ulduzun işığında hər şey daha sakit, daha dərin görünürdü. İndi gəlin baxaq. Deyir ki, birə yazıblar ki, həmcins zərfliklərin iştirak etdiyi sadə cümlədir. Sadə cümlə deyil. Niyə? Çünki uşaqlar, əgər fikir versəz, parıldayırdı. Nə? Ulduz. Yəni bu cümlənin öz mübtədası var. Səmanın bir küncündə tək bir ulduz parıldayırdı. Nə edirdi? Parıldayırdı. Məqsədim burada mübtədə və xəbər tapmaqdır. Bir ulduzun işığında hər şey daha sakit, daha dərin görünürdü. Görünürdü nə? Hər şey. İkinci cümlənin də mübtədası da var, xəbərdir. Bu deməli, sadə cümlə deyil. Və məndən doğru fikir istəyir. Bu da getdi. İkinci cümləyə baxaq. Və bu arada tabesiz mürəkkəb cümlədir. Çünki niyə? Və ilə bağlanıbdır və bir cümlə digərindən asılı deyil. İndi nümunəyə yanlış fikrə baxaq. Deyir, tabesizlik əlaqəsindən istifadə olunmuşdur. Uşaqlar, baxın burada və 2 cümləni bağlayıb. Uşaqlar, və 2 cümləni bağlayıbsa, deməli, bu tabesiz mürəkkəb cümlədir. Səmanın bir küncündə tək bir ulduz parıldayırdı. Hər cümlənin özünün mübtədə və xəbəri var. Bir cümlə digərindən asılı deyil. Əgər tabesiz, ümumiyyətlə yadınızda qalsın ki, sintaktik əlaqələr 2 yerə bölünür. Tabelilik əlaqəsi, tabesizlik əlaqəsi. Tabesizlik əlaqəsi nəyin arasında işlənirdi? Həmcins üzvlərin, yəni bərabər hüquqlu cümlə üzvlərinin və bir də tabesiz mürəkkəb cümlələrin arasında. Bu nə deməkdir? Yəni tabesiz mürəkkəb cümlə o deməkdir ki, bərabər hüquqlu cümlələr arasında. Mən həmişə uşaqlara daha belə yadda qalması üçün bu deyirəm. Yəni bərabər hüquqlu sözlər, bərabər hüquqlu cümlələr arasında tabesizlik əlaqəsi var. Və uşaqlar, burada da bilik ki, tabesiz mürəkkəb cümlədir və eyni anda zaman əlaqəli tabesiz mürəkkəb cümlədir və deyir ki, tabesizlik əlaqəsindən istifadə olunub doğru fikirdir. Çünki tabesiz mürəkkəb cümlədirsə tabesizlik əlaqəsindən istifadə olunur. Amma məndən yanlış fikir istəyir. İkinci cədvəldə bu da getdi. Sonra deyir ki, qadın pəncərədən çölə baxır, yağış damlaları şüşə üzərində iz saldıqca şirin xatirələr bir film kimi gözlərinin önündən keçirdi.
Gəlin baxaq. Deyir, hər iki tərkib hissəsi müəyyən şəxsli nəqli cümlələrdən ibarət tabesiz mürəkkəb cümlədir. Yəni tabesiz mürəkkəb cümlə olması üçün biri digərindən asılı olmamalıdır və həmçinin ya mübtədəsi yəni bərpa edə bilməli, ya da hər iki cümlənin özünün mübtədəsi olmalıdır. Ya da yəni belə bu formada olmalıdır. Deyir bizə hər iki tərkib hissəsi müəyyən. Bu qadın pəncərədən çölə baxır. Nə edir baxır? Kim baxır? Qadın. Bu mübtədamızdır, bu da xəbərimizdir. İkinci cümlədə görək mübtədə xəbər tapa bilirik. Yağış damlaları Şuşa üzərinə iz saldıqca şirin xatirələr bir film kimi gözlərinin önündən keçir. Nə edirdi? Gözlərinin önündən keçirdi. Nə? Xatirələr. Nə? Xatirələr. Hər iki tərkib hissəsi müəyyən şəxsli nəqli cümlədir, bəli. Çünki hər ikisinin mübtədası var. Tabesizdir, bəli. Yəni ayrı-ayrı iki cümlədən ibarətdir. Tabesizdir, biri digərindən asılı deyil. Müəyyən şəxslidir, bəli, çünki onun hər ikisinin mübtədası var. Və keçək 4-ə baxaq. Təyinlər söz birləşməsi ilə ifadə olunmuşdur. Uşaqlar, burada təyinin biri ilə şirindir. Şirin xatirələr. Necə xatirələr? Söz birləşməsi xeyir. Çünki birinci növdə parçalayırıq. Parçaladıqda artıq söz birləşməsi ilə ifadə olunmuş sayılmır. 4 də yanlışdır. Və 3 doğru və 4 yanlış olduğuna görə götürəcəyik. Keçək 13-cü suala. Müqayisə cədvəlinə əsasən uyğun fikirləri istəyir. Bu sözlər mənə bir neçə saatdan sonra açılacaq bahar səhəri kimi təzə və parlaq bir həyat vəd edirdi. Deyir ki, söz birləşməsində mübtədanın ifadə vasitəsidir. Uşaqlar, və deyir ki, vəd edirdi. Nə vəd edirdi? Sözlər. Sözlər, hansı sözlər? Bu sözlər. Burada bu təyindir, sözlər isə mübtədadır və burada mübtəda söz birləşməsindən ifadə olunmayıb, getdi. Çünki uyğun fikirləri istəyir. Fe'li birləşmə xəbərin ifadə vasitəsi səhvdir. Niyə? Çünki mən həmişə uşaqlara yenə də deyirəm ki, ol, et, elə, bil. Bunlar mürəkkəb fe'l yaradır. Bunlar yəni mütləq qarşısındakı başqa sözlərlə birləşməlidir ki, o zaman fe'li birləşmə yaratsın. Vəd edirdi, nə edirdi? Vəd edirdi. Yəni bir sözdür, bir sözdən ibarət fe'li birləşmə ola bilməz. 2 də getdi. Pəncərənin pərdəsini yellədərək içəri dolan yaz küləyi sanki özü ilə yeni duyğular gətirir. Nə edir? Gətirir. Nəyi gətirir? Duyğuları gətirir. Nə duyğular gətirir? Yaz küləyi mübtədamızdır. Bizə lazım olanlar bu hələ ki bunlardır. Mübtəda cəm şəkilçisi qəbul etmiş isimlə ifadə olunmuşdur. Yanlış. Niyə? Çünki burada cəm şəkilçisi yox. Məsələn, yaz küləyidir. Baxın. Yaz küləyi ikinci növ təyinli söz birləşməsindən ifadə olunub. Ona görə də 3 yanlışdır. İsmi birləşmənin baş üzvlərinin birinin ifadə vasitəsidir. Söhbət yaz küləyidir. Bəli. Burada 4-ü doğru götürəcəyik. Sonra keçək burada xəbərin ifadə vasitəsi indiki zamanda işlənmiş fe'ldir. Bəli. Gətirir sözünün kökü gətirirdi, ir zamandır. Vəd edirdi sözünün kökü vəd etməkdir. Yəni ir də zamandır və götürəcəyik burada. 5-də götürəcəyik. Xəbər uzlaşma əlaqəsinin aslı tərəfidir. Uşaqlar, xəbər ancaq və ancaq uzlaşma əlaqəsinin aslı tərəfi nə zaman ola bilər? Deməli, o cümlədə mübtəda var. Çünki xəbər digər cümlə üzvləri ilə sintaktik əlaqəyə girən zaman həmişə əsas tərəfdir. Amma əgər xəbər mübtəda ilə sintaktik əlaqəyə girirsə, bu isə o deməkdir ki, xəbər orada aslı tərəf olacaq. Hər iki cümlədə mübtəda var. Birinci cümlənin mübtədası sözlər, ikinci cümlənin mübtədası isə yaz küləyidir. Və hər iki cümlədə xəbər var və xəbər və ortada veriblər. Bəli, xəbər uzlaşma əlaqə. Əgər mübtəda və xəbər varsa, orada uzlaşma əlaqəsi var və orada o deməkdir ki, xəbər aslı tərəfdir. Keçək, məsələn, əgər oradan xəbər aslı tərəfdir. Deməli, burada cavabımız oldu 4, 5, 6. Bir dəqiqə. 4, 5, 6 cavabımız E variantı. Keçək növbəti suala. 14 deyir ki, hansı cümlədə mübtədanın əlavəsi işlənmişdir? Xala 2 gündən sonra şənlikdir. Südabənin ad günüdür. Ümumiyyətlə uşaqlar, burada şəxs sonluğu gördün. Bu şəxs sonluğu gördünsə heç burada sizi çaşdırmayıblar da, yəni adətən sınaq suallarında daha çaşdırıcı qoydular. Dır varsa bu məsələn bir mübtədədə dır ola bilməz də, düzdür? Bu xəbərin əlavəsidir. Hər səhər əlinin bacısı qaymağı qonşuya, Zümrüd xalaya çatdırardı. Ümumiyyətlə mübtədanın sualı kimlə haradır? Adlı haldadır. Zümrüd xalaya deyirsə kimə sualıdır? Yönlü sualıdır. Bu tamamlığın sualıdır. Getdi. Mübtədaya durub tamamlığın sualını, yönlü, ümumiyyətlə ismin hallarının sualını vermək mümkün deyil. Ancaq adlı hallar olmalıdır. Yəni orada bir hal şəkilçisi olmamalıdır. Rəfiqə Vəndamlı İbrahim Xəlilin anası kim? Kim çox müdrik qadındır? Rəfiqə. Sonra onu izah edib ki, Vəndamlı İbrahim Xəlilin anası. Bəli, bu kim sualına cavab verdi və mübtədanın əlavəsidir. Qızlardan birini Günayı çox bəyənmişəm. Sonra izah edir ki, Günay kimi də tamamlığın sualıdır. Getdi. Qarabağa bu qədim gözəl deyir. Haraya? Bu isə yer zərfliyinin əlavəsidir. Keçək 15-ci suala. Bu hədiyyə sualı, yəni meyarca aşağı suallardan biridir. Nümunədə ki, köməkçi nitq hissələrin işlənmə ardıcıllığını müəyyən edin. Kaş ki düşməyəydim bu saraylar. Kaş ki ədad. Doğrusu modal söz. Ədad və modal söz. Cavab A variantı. Keçək 16-ya. Hansı cümlədə bir dəqiqə, tam oxuyum. Hansı cümlədə nümunələrdə həmcəs üzvlərin mübtəda ilə sintaktik əlaqədədir? Mübtəda ilə sintaktik əlaqədədir. Keçək növbəti suala. 16-cı sual. Hansı nümunələrdə həmcəs üzvlər mübtəda ilə sintaktik əlaqədədir?
Mübtəda ümumiyyətlə yadımızda qalsın ki, mübtəda ilə bəzi cümlə üzvləri sintaktik əlaqəyə girə bilməz. Mən həmişə m-tızı, yəni mübtəda, tamamlıq, zərflik heç vaxt bir-biri ilə əlaqəyə girə bilməz. Mübtəda əlaqəyə girə bilər təyinlə, mübtəda əlaqəyə girə bilər xəbərlə. Yəni digər cümlə üzvləri həmcins olarsa, yəni tamamlıq, zərflik, onları o dəqiqə biz variantlardan siləcəyik. Deməli məndən nə istəyir? Deyir ki, həmcins üzvlər olsun və mübtəda ilə sintaktik əlaqə də olsun. Yəni aralarında ya uzlaşma olsun, yəni uzlaşma olsun. Yanaşma ola bilər, uzlaşma ola bilər. Gəlin baxaq. Dostlarının fikrincə o mərd və sözü bütöv adam idi. Kim o? Mübtəda var. Xəbərimizdə adam idi. Necə, nə cür adam idi? Mərd və sözü bütöv. Uşaqlar, burada həmcins üzvlərimiz var, mərd və sözü bütöv. Amma xəbərlə sintaktik əlaqəyə giriblər. Ona görə də getdi. Bilirsiniz ki, sözü bütöv adam birinci növdür. Burada da yanaşma əlaqəsi var. Yəni xəbərlə sintaktik əlaqəyə girib, mübtəda ilə yox. O yazıcı, şair və rəssamları, bir dəqiqə oxunmur, bir getdi amma. O yazıcı, şair və rəssamları bu konsert salonunda tez-tez görürdü. Nə edirdi? Gördü kim o? Mübtədamız odur. Kimi görürdü? Yazıcı, şair və rəssamları. Yəni 3 dənə tamamlığımız var. Amma tamamlıqla mübtəda onsuz da sintaktik əlaqədə ola bilmir. 2 də getdi. Son dəblə geyinmiş, seyrəlməkdə olan saçlarını arxadan uzatmış adam ona kimisə xatırladırdı. Nə idi xatırladırdı? Kim xatırladırdı? Adam, hansı, bir dəqiqə. Kim xatırladırdı? Adam, mübtədamız adamdır. Hansı adam? Son dəblə geyinmiş, təyin. Sonra hansı adam seyrəlməkdə olan saçlarını arxadan uzatmış. Burada uşaqlar adam mübtədadır və təyinlə sintaktik əlaqədə girib və yanaşma əlaqəsi var onlar arasında. Leyla muzeylərdə, sərgilərdə, burada sərgilərdə onun bəzi rəsm əsərlərinə xüsusi maraqla tamaşa etmişdi. Leyla tamaşa etmişdi. Tamaşa burada mübtəda Leyladır, amma muzeylərdə və sərgilərdə yer zərfli idi. Mübtəda isə zərfliklərlə əlaqəyə girə bilmir, getdi. Ay dağlar arxasından dağlar arxasından oğrun boylanaraq ona baxdı, məftun oldu. Nə etdi? Baxdı. Nə etdi? Məftun oldu. Nə? Ay. Ay baxdı, ay məftun oldu. Və burada mübtəda ilə xəbər sintaktik əlaqəyə girib uzlaşma əlaqəsi var. Hələ ki 3, 6, 3, 5. Sonra uca boylu ağbəniz gözəl bir qadın gülümsəyərək mənə yaxınlaşdı. Nə etdi? Yaxınlaşdı. Kim? Qadın. Hansı qadın? Gözəl. Hansı qadın? Ağbəniz. Hansı qadın? Uca boylu. Mübtəda ilə sintaktik əlaqəyə girib yanaşma əlaqəsi var burada. 3, 5, 6-dır cavabımız. Klasteri tamamlayan fikirləri müəyyən edin. Qrammatik normaya uyğundur. Uşaqlar aktyorları alqışladılar. Yəni mən elə bir cümlə axtarmalıyam ki, oradan qrammatik normada pozulmasın. Yəni qrammatik normaya uyğun olmalıdır. Çapdırır atını birbaşa dünya. Ümumiyyətlə, əgər bir cümlədə inversiya varsa, qrammatik normanın pozulması deməkdir. Ümumiyyətlə, cümlə üzvlərinin, belə deyim də, xəbər əvvələ keçibsə inversiyadır. Və gənclər yeni arzulara qovuşmaq üçün inamla irəliləyirlər. Nə edirlər? İrəliləyirlər. Kimlər? Gənclər isimləşmiş. Sifətli və cəmdədir, xəbər də cəmdədir. Və burada bu doğrudur. Qırıldı arzular, öldü inamlar. İnversiya var. İnversiya varsa norma pozulmuş deməkdir. 3-də getdi. Əsər, film, ssenari bir-birindən burada uşaqlar, indi PDF-də bu formada qeyd olunub. Amma testin özündə fərqlənirlərdi və belə idi. Lərdən sonra birdən də di vardı və orada şəkilçi ardıcılığı pozulduğuna görə norma pozulmuşdur. Ayaq izlərimiz qarın üzərində çuxur yaratdı. Baxın uşaqlar, ayaq izlərimiz nə etdi? Yaratdı. Nə yaratdı? Çuxur yaratdı. Nə çuxur yaratdı? İzlərimiz. Deyərsiniz mənim cəmdədir. Niyə o da cəmdə olmur? İz, yəni insan anlayışı bildirmir. İnsan anlayışı bildirmirsə xəbər təkdə olmalıdır. Yəni ona görə də burada norma pozulmayıb, əksinə uyğundur. Burada oldu 2 ilə 5. Ayaq izlərimiz qarın üzərində çuxur yaratdı. Sonra keçək 18-ci suala. Zakir dostu Fərruxa dərhal telegram göndərdi ki, onun bu gün gələcəyini doğma qardaşına da söyləməsin. Cümləsi haqqında deyilənlərdən biri yanlışdır. Bizdən yanlışı istəyir. Həm baş, həm budaq cümlə müəyyəndir. Gəlin baxaq. Burada uşaqlar ki ilə bağlanıbsa birinci baş gələcək, sonra budaq. Nə zaman? Bunun tərsi ola bilərmi? Ola bilərmi? Nə zaman? Əgər ki tabellik bağlayıcısıdır, ümumiyyətlə aydınlaşdırma tabellik bağlayanda, baş və budaq cümləni bir-birinə bağlayanda və bu zaman birinci baş gələcək, ikinci budaq və ox da həmişə budaqdan başa getməlidir. Lakin əgər təzəcə, yenicə, indicə, eləcə, elə bu kimi sözləri daha da qoya biliriksə, o zaman ki ilə bağlansa belə birinci budaq gələcək, sonra baş. Lakin burada qoya bilmirik. Birinci baş gəlib, sonra budaq. Bizdən də yanlış istəyir. Həm baş, həm budaq cümləsi müəyyən şəxsi cümlədir. Bəli, göndərdi ki, Zakir. Və ikinci cümləyə baxın. Onun bu gələcəyini doğma qardaşına söyləməsin. Kim söyləməsin? O. Görürsüz? Birinin mübtədası var, ikinci cümləndə mübtədasını bərpa edə bilərik. Bu o deməkdir ki, bu müəyyəndir. Amma məndən yanlış istədiyinə görə A getdi. Budaq baş cümləyə ki bağlayıcısıyla bağlanıb, bəli, düzdür. Deyir ki, zaten burada sxemi yazmışam, C də düzdür, getdi. Baş cümlədə ikinci dərəcəli üzvlərin hamısı işlənir. Uşaqlar, ikinci dərəcəli üzvlərimiz təyin, tamamlıq və zərflikdir. Baş cümləmiz hansıdır? Zakir dostu Fərruxa dərhal telegram göndərdi. Nə etdi? Göndərdi ki, Zakir. Kimə göndərdi? Fərruxa. Bu tamamlıqdır. Fərruxa sözü tamamlıqdır. Bir dəqiqə.
Hansı fərruxa dostur? Bu təyindir. Nə zaman göndərdi? Dərhal. Bu zərflikdə nə etdi? Göndərdi, telegramı göndərdi. Burada da tamamlıq. Bəli də düzdür. Həqiqətən də burada təyinimiz də var, tamamlığımız da, mübtədamız da. Eyə baxaq, budaq cümlədə işlənən tamamlıqların hər ikisi söz birləşməsi ilə ifadə olunub. Gəlin budaq cümlədə baxaq görək. Budaq cümlə söhbət ikinci cümlədən gedir. Onun bu gün gələcəyini doğma qardaşına da söyləməsin. Nə etsin? Söyləməsin, xəbər. Nəyi söyləməsin? Onun bu gün gələcəyini, düzdür, söz birləşməsindən ifadə olunubdur. Və doğma qardaşına. Burada ikinci tamamlıq qardaşınadır kimə? Doğma qardaş birinci növdür. Ancaq ki, biz orada fikir verməliyik. Axı birinci növü parçalayırıq deyə, o artıq oradakı tamamlıq söz birləşməsi ilə ifadə olunmuş sayılmır. Hansı qardaşına? Doğma qardaşına. Burada bir dənə söz birləşməsinə ifadə olunan tamamlıq var, o da onun bu gün gələcəyini. Nəyi? Getdi. Ona görə cavabımız yanlışdır. Deyir, hər iki tamamlıq söz birləşməsindən ifadə olunub, yanlışdır. Sonra 19-cu sual. 19-cu sual orta sualdır. Sadəcə olaraq belə deyim də, biraz dolaşdıran sualdır. Yəni bunu düzgün cavab tapmaq üçün şagirdlər xeyli diqqətli olmalıdır. Həm asandır, amma həmçinin bir o qədər də şagirdləri çaşdırandır. Hansı iki sözdən biri bütün tələbləri ödəsin, digəri isə heç bir tələbə ödəməz. Yəni biri bütünün hamısına uyğun olsun, digəri isə heç birisinə uyğun olmasın deməkdir. Kökü feil ilə homonimdir. Məsələn, indi başlayaq sıxlaşdı sözündən. Sıxlaşdı sözünün kökü homonimdirmi? Bəli. Sıxlaşdı yadımızda qalsın ki, sıxlaşdı sözü kökü sıxdır. Sıx ümumiyyətlə homonimdir. Sıx sifəti var, sıx feili var. Bəs burada hansıdır uşaqlar? Laş, ümumiyyətlə l ilə başlayanlar, la, laş, lan, bunlar adlara artırılır. Məsələn, sıx da ya sifəti ola bilər, ya feil ola bilər. Bu adlara artırılırsa, deməli sıx burada sifəti gedir. Deyir, kökü feillə homonimdir, bəli. Kökü feillə homonimdir. Başqa sözlə eyni köklü ola bilər. Yadımızda qalsın, bu sıxlaşdı sözü birinci növdədir. Deyir, başqa sözlə eyni köklü ola bilər, bəli, ola bilər. Bilirsiniz necə olur? Məsələn, sıxlaşdı sözü düzəltmə sözdür. Biz eyni köklü sözlərdə nə axtarırıq? Birinci şərtimiz odur ki, düzəltmə olmalıdır, bəli. Başqa söz taparam, orada eyni köklü ola bilər. Leksik şəkilçi işlənib, bəli, laş. Tərkibi iki cür təhlil olunur, aha, burada artıq ödəmədir. Çünki sıxlaşdı sözünü ancaq bir cür təhlil edirəm. Sözün kökü sıx, laş leksik, d da qrammatik. Yəni başqa cür təhlil edə bilmədiyimə görə orada A variantı getdi. Çünki bizə deyir, biri bütün tələbləri ödəsin, digəri isə bütün heç bir tələbə ödəməsin. Bu yarıda qaldı da, yəni 4-3 tələbə ödədi, biri ödəmədi. Yəni buna görə də digərinə baxmaq lazım deyil. Amma yenə də təhlil eləyək. Məsələn, dinmir sözünün kökü feildir, bəli. Başqa sözlə eyni köklü ola bilər, xeyr. Çünki dinmir sözü sadə sözdür. Sadə sözlər isə eyni köklü ola bilməz. Ona görə də A getdi. Keçək B variantına, qavramaq. Qavramaq sözünün, gəlin baxaq, görək, orada hamısı ödəyəcək, yoxsa biri hamısını ödəməlidir, biri də heç birisini ödəməli deyil. Qavramaq sözü, bəli, qavra sözlü kökü və feillə homonimdirmi? Xeyr. Kökü feildirmi? Bəli. Amma feillə homonimdirmi? Xeyr. Sonra baxaq görək, bəlkə heç birisini ödəməsə, onsuz da bizə deyir ki, biri ödəsin, digəri ödəməsin. Başqa sözlə eyni köklü ola bilər? Xeyr. Leksik şəkilçi işlənib? Xeyr. Deyir, tərkibinə görə iki cür təhlil oluna bilər? Xeyr. Yoldaşlıq sözünə baxaq. Yoldaşlıq sözünün kökü yoldur. Deyir, kökü feillə homonimdir, bəli. Və yol sözü homonimdir də uşaqlar. Burada isim kimi yoldur. Yəni yol gedirəm ki, yoldaş oluram. Amma homonimi feildirmi? Bəli, yolmaq feili var. Bu doğrudur. Birinci növdədir. Başqa sözlə eyni köklü ola bilər? Bəli, yenə də deyirəm, eyni köklü olması üçün özü düzəltmə olmalıdır. Yəni sadə sözlər eyni köklü ola bilməz. Ona görə də yoldaşlıq sözü eyni köklü digər sözlər, yəni bir dənə düzəltmə yolla başlayan bir dənə düzəltmə söz taparam. Təbii ki, kökü isim olmalıdır. Yol, məsələn, yolçu ilə. Orada eyni köklü ola bilər. Leksik şəkilçi işlənib, daş və l iki dənə. Tərkibinə görə iki cür təhlil oluna bilər? Xeyr. Yoldaşlıq sözü ancaq bir cür təhlil oluna bilər, getdi. Çünki nə biri bütün tələbləri ödəməli idi, heç birisi, yəni nə qavramaq, yəni nə də yoldaşlıq sözü, heç bir, yəni hamısını ödəyə bilmədi. Daşladaq sözü və daşladaq sözünə baxaq. Daşladaq sözünün kökü daşdır. Daş feillə homonimdirmi? Bəli. Baxın uşaqlar, daş sözünün kökü, daha doğrusu daşladaq. Gəlin baxaq. Daş, daşla, daşlatmaq. Ağı da iki cür düşünə bilərəm, o qalsın, çünki onu onsuz da deyəcəm. Burada təbii ki, daşmaq feilindən gedə bilməz sözü. Ümumiyyətlə ladır, laşdır, landır, bunlar adlara artırılır. Və sözün kökü daş ismidir. Daş isminin daş feili ilə homonimdirmi? Bəli. Daşmaq feili var, sular daşdır. Birinci növdədir. Kökü feillə homonimdir, bəli. Daşmaq feili ilə homonimdir. Başqa sözlə eyni köklü ola bilər. Mən demişəm, bir söz leksik şəkilçi varsa, onun digər sözlərlə eyni köklü sözlər yarada bilərik. Leksik şəkilçi işlənib, bəli. Tərkibinə görə iki cür təhlil olunur, bəli. Çünki arzu şəkli kimdə düşünə bilərəm, əmr şəkli kimdə düşünə bilərəm, olar. Bütün şərtləri ödədi. Amma digəri dağıntı sözü heç bir şərt ödəməməlidir ki, mən bu variantı götürüm. Dağıntı deyir, kökü feillə homonimdir, xeyr. Dağıntı sözü, sarsıntı sözü, bunu unutmayın ki, bunlar sadədir. Saralmaq, dağıntı, sarsıntı, sıra gün. Bir çox düzəltməyə və ya da mürəkkəbə oxşayan sözlər var ki, onlar sadədir, bunu unutmayın. Başqa sözlə eyni köklü ola bilər, xeyr, çünki düzəltmə deyil bu söz. Leksik şəkilçi işlənib, xeyr. İki cür təhlil oluna bilər, xeyr. Götürəcəyik. Keçək digər 20-ci suala. Verilmiş sözlərin mənasına uyğun gələn frazeoloji birləşmələri müəyyən edin. Çox asandır bu. Məsəl üçün, deyir fərəhlənmək, bəyənmək və ruhlandırmaq.
Uşaqlar baxın, birinci başlayım gözü tutmaq. Gözüm tutursa bir şeyi bəyənəndə deyirik də, məsələn, filan paltarı gözüm tutdu, yəni bəyəndim. Ona görə də ki, ya. Onsuz da cümlələri qoyanda rahatlıqla mənasını tapmaq olur. İlham vermək. Deyirəm ki, məsəl üçün mən şeir yazanda, nə bilim, təbiət mənə ilham verir. Yəni məni ruhlandırır. Bunu götürəcəm ruhlandırmağa. Ürəyi sinəsinə sığmamaq. Məsəl üçün deyirəm ki, ana balasının uğrunu görüb ürəyi sinəsinə sığmadı. Yəni ana fərəhləndi. Sonra özünə sığışdırmamaq, nəyisə özünə layiq görməmək mənasını ifadə edir. Burada da elə bir yəni yoxdur. Yəni o sözün mənasına uyğun söz yoxdur. Könlünə yatmaq, məsələn deyirəm ki, nə bilim, bu mənzərə mənim könlümə yatır. Yəni mən bəyənirəm. Bəyənmək mənasını ifadə edir. Bəyənmək mənası. Deməli 1 C oldu, 2 A, 3 B. Keçək 21-ci suala. Zaur, Hafiz, Xəlil yəqin ki, sifariş edilmiş əşyaları sabah ünvana çatdıracaqlar cümləsi ilə bağlı bizdən nə istəyir? Yanlış fikir istəyir. Deməli uşaqlar, baxın deyir ki, cümlənin sintaktik təhlil sxemi müxtəlif formada düşünülə bilər. Bəli, bilirsiz necə ola bilər? Biri var, Zaur, Hafiz, Xəlil. Yəqin ki, sifariş edilmiş əşyaları sabah ünvana çatdıracaqlar. Yəni mən onlara müraciət edirəm, onlara xitab eləyərəm. Xitab eləyirəmsə, bir də var ki, belə də düşünürəm. Xitab eləyəndə bu cümlənin mübtədası olmayacaq və mübtədası olmayacaqsa, bu cümləni mən götürəcəm qeyri-müəyyən şəxsi cümlə. Çünki xəbər üçün şəxsin cəmindədir. İş bir qism insana aiddir, mübtəda yoxdur. Bu zaman mübtədası olacaq. Və bunu belə də düşünə bilərəm. Zaur, vergül, Hafiz, yəni həmcins mübtədalar kimi düşünərəm. Və bu zaman əşyaları sabah ünvana çatdıracaqlar. Yəni bu insanlar Zaur, Hafiz, Xəlil əşyaları sabah ünvana çatdıracaqlar. Burada da mübtədadır. Əgər mən mübtəda, yəni bu cümlənin təhlilini iki cür düşünə bilərəm, amma məndən yanlış fikir istəyir. Tərkibli xitab işləndiyini düşünmək olar. Bu doğru fikirdir, amma zaten mən birinci təhlildə dedim ki, bunu həmcins mübtədalar kimi də götürə bilərəm. Bir də götürə bilərəm xitab kimi, yəni onlara müraciət formasında deyilmiş kimi. Həm müəyyən, həm qeyri-müəyyən şəxsli cümlə kimi bəli. Çünki Zaur və Hafiz, Xəlili mən xitab kimi düşünsəm, burada mübtəda olmayacaq. Xəbər də üçüncü şəxsin cəmindədir. Qeyri-müəyyən şəxsli cümlə olacaq. Yox, Zaur, Hafiz və Xəlili mübtəda kimi düşünsəm, bu zaman müəyyən şəxsli olacaq. Cümlədə uzlaşma əlaqəsinin olduğunu əminliklə demək olar. Əminliklə deyə bilmərəm. Çünki uzlaşma əlaqəsi nəyin arasında olur? Xitab mübtəda ilə uzlaşma əlaqəsi uşaqlar mübtəda ilə xəbər arasında olur. Əgər mən Zaur, Hafiz və Xəlili mübtəda kimi düşünsəm, burada uzlaşma əlaqəsinə deyərəm var. Amma Zaur, Hafiz və Xəlili xitab kimi düşünsəm, artıq orada heç bir uzlaşma əlaqəsindən söhbət gedə bilməz. Ona görə də 4 yanlışdır, dəqiq deyə bilməyəcəm. Yəni cümlənin təhlil sxeminə görə uzlaşma əlaqəsi olub və ya da olmaya bilər. Güman şübhə bildirən ara söz işlənmişdir. Yəqin ki, getdi. Bu doğru fikirdir, yanlış fikir istəyir. Təyin söz birləşməsi ilə ifadə olunubdur. Sifariş edilmiş əşyaları, sabah ünvana hansı əşyaları sifariş edilmiş? Ol, et, elə. Sifariş edilmiş sözü bir sözdür. Bir sözdən də ibarət söz birləşməsi ola bilməz. Bu fe'li sifətdir. Fe'li sifət tərkibi deyil. Və altında götürəcəyik 4 ilə 6. Hansı cümlədə məchul növdə işlənmiş feil xəbər şəklində deyil? Uşaqlar, ilk öncə yadımızda qalsın ki, xəbər şəkli nə deməkdir? Bir sözdə zaman varsa söz xəbər şəklindədir. Məchul nə deməkdir? Il, uşaqlar, il, ın, nı olmalıdır və işin kim tərəfindən görüldüyü məlum olmamalıdır. İndi bu barədə hər yerdə danışılacaq. Kim danışacaq məlum deyil. Deyir ki, xəbər şəklindədirmi? Bəli, zaman var. Gəlin belə ardıcılıqla gedək. Hansı sözdə zaman var onu çıxaq ki, çünki deyir xəbər zamanda xəbər şəklində olmamalıdır. Söz məchul növdə olmalıdır, yəni feil. Amma xəbər şəklində, yəni sözdə zaman şəklisi olmamalıdır. Gəlin C-yə baxaq, B-ni sonra izah edəcəm. Gün gələr, bütün sirlər açılar. Il kim tərəfindən açılar məlum deyil və burada il məchul növdə, arsa zamandır. Zaman varsa xəbər şəklidir, C getdi. Sınaq imtahanı keçirildi, zaman var. Zaman varsa xəbər şəklidir, xəbər şəklidirsə getdi. Əmin ol ki, bu sözləri sənə görə deyilirdi. Bir zamandır, D də idinin qısaldılmışıdır. İndiki zamandır. Bir sözdə zaman varsa xəbər şəklindədir. İl də burada, yəni kim bilirik ki, D sözünə il artıranda məchul növ olur. Cavab, daha doğrusu E də getdi, çünki xəbər şəklində cavab bu da deyil. Dediyim sözlər nöqtəsinədək yazılmalıdır. Nə etməlidir? Yazılmalıdır. Xəbərimizdə il məchul növdür, bəli, kim tərəfindən yazılacaq məlum deyil. Malı vacib şəkildir və cavabımız elə odur. Çünki deyir xəbər şəklində olmasın. Deyir ki, cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Uzunluq ölçən, uzunluq belə olmalıdır. Ğı olmalıdır. Niyə? Q'dan sonra saat gəlib. Saat gəlibsə artıq Q, Ğı kimi tələffüz olunmalıdır. Uzunluq ölçən, bura yazın. Keçək digərinə baxaq. Yağışdı, burada bir dənə dıdır, tisginni. Ancaq dəyişənləri yazdım. Yalnız birinci sözə aiddir. Gəlin baxaq. Deyir, kar qarşılığı olan inki cingiltili samit işlənmişdir. Yəni mən bir də onda qeyd edeyim ki, hər iki sözə aiddirsə, artıq mən onu götürməyəcəm. Çünki onda o yalnız iki sözə aiddir. Yəni o cədvəldə olmalı. Yəni belə deyim də, Eyler-Veil diaqramının başqa bir formasıdır bu. Kar qarşılığı olan ikinci cingiltili samit işlənmişdir. Gəlin baxaq görək bu doğrudurmu?
Kar qarşılığı burada cingiltili samitimiz nədir? Z, bir dəqiqə. Z, n, ğı, l, n. Burada z və ğı, bəli, düzdür. Kar qarşılığı var. Z-nın qarşılığı s-dır, ğı-nın qarşılığı isə x-dır. Yəni o digərlərinin qarşılığı yoxdur, yəni n-nın. Bir doğrudur. İkincidə indi baxarıq. Baxın orada deyir yağışlı, çiskinli. Burada y-dır, ğı-dır, d-dır. Artıq burada minimum 3 dənə indi y cingiltilidir, ğı da cingiltilidir, yağışlı sözünü d da cingiltili, axı d-ya keçib. Orada minimum 3 dənə cingiltili. Hələ mən çiskinli sözünə baxmamışam. Və burada yağışlı və çiskinli sözündə y, bir dəqiqə, y, ğı, d, sonra c, görürsünüz burada ən azı 4 dənə cingiltili samitin qarşılığı var. Ona görə də biri birinciyə aiddir deyə götürürük. Kar və cingiltili samitlər yanaşı işlənmişdir. Gəlin baxaq. Kar və cingiltili samitlər deyir yanaşı işlənibdir. Baxın, burada yanaşı işlənən n-dır, o da cingiltilidir. L, ç-dır. Bəli də, bu doğrudur. Bu doğrudur. Bu üçün doğrudur. L kardır, L cingiltilidir, ç da kardır. Bu doğrudur. Amma gəlin görək o birisində də varsa götürməyəcəm bunu. Çünki deyir ki, yalnız birinci sözə aid olmalıdır. Hər ikisinə aidsə götürməyəcəm. Baxın orada. Yağışdı. Ğı ilə, ş ilə d yanaşı gəlib. Çiskinli, s ilə c yanaşı gəlib. S kardır, c cingiltilidir. Ş kardır, d cingiltilidir. Bu hər ikisinə aiddir. Ona görə də ikisini götürmürəm. Hər iki sözə aiddir. Deməli mən hər iki sözə aid olanı seçməliyəm. Sözdə x samitinin cingiltili qarşılığıdır. Uşaqlar, x samitinin cingiltili qarşılığı ğ-dır. Hər ikisində ğ var. 3-ü götürək. Deyir sözün deyilişi ilə yazılışı arasında 2 fərqli məqam var. Uşaqlar, məsəl üçün yağışlı çiskinli sözündə l-nın d-ya keçməsi 1, ç-nın c-ya keçməsi 2, l-nın da çiskinli, l da n-ya keçib 3. 3-dür. Yəni bu ortaq verilə bilməz də, birində 3-dür. Yalnız ikinci sözə aiddir. Yəni yağışlı çiskinli sözünə, yağışlı çiskinli. Hərflərlə səslərin sayı bərabərdir. Uşaqlar, yenə deyirəm, bu Eyler-Venn diaqramıdır. Hər ikisində nə səs artımı olub, nə səs düşümü olub. Bu o deməkdir ki, səslərin və hərflərin sayı bərabərdir. Və amma burada da cədvəldə deyir ki, yalnız ikinci sözə aid olsun. Ona görə də 5-i götürməyəcəyik, hər ikisinə aid olduğu üçün. Kar qarşılığı olmayan 2 samit işlənmişdir. Uşaqlar, kar qarşılığı olmayan gəlin baxaq. Yağışlı sözündə yağışlı, çiskinli. Uşaqlar, n-dır. Çiskinli. Kar qarşılığı olmayan, bəli, 2 samit işlənib, bəli, düzdür. Yalnız 2 aid. Niyə? Çünki əgər siz birə fikir versəz, birdə 1, 2, n, 3, 4. 4 dənə cingiltili samitin qarşılığı yoxdur. Burada isə çiskinlidə n-dır. Yağışlıda l-nı götürməyin, çünki o tələffüzdə l-dıya keçilib. Ona görə də uşaqlar bunu unutmayın. Tələffüz, yenə deyirəm, kar, cingiltili, açıq qapalı istəyirsə siz mütləq sözü yazmalısınız və orada tələffüzünə baxmalısınız. Keçək 24-cü suala. Verilmiş cümlə ilə bağlı doğru fikirləri müəyyən edin. Mən öz arzularıma həmişəlik vida edib kiçik bir kənd klubunda işləməyə gedirdim. Əvəzliklərin müxtəlif məna növü işlənmişdir. Gəlin baxaq. Burada mən öz vida edib kiçik bir kənd klubunda işləməyə gedirdim. Uşaqlar, düzdür də. Mən orada şəxsi əvəzlikdir, öz isə təyini əvəzlikdir. Müxtəlif məna bizdən də onsuz doğru fikirlər istəyir, biri götürək. Hal şəklisi qəbul etmiş bütün sözlər isimdir. Uşaqlar, xeyr, bu yanlışdır. Niyə? Arzularıma sözü isimdir, bəli. Klubunda bəli, amma işləməyə maqmətli məstərdir. Məstərin genetikası feildir. Biz onu feil kimi görməliyik. Yönlü hal şəklisi qəbul etsə də biz onu feil kimi görürük. Feildir də, yəni. Sifət adi dərəcədədir. Uşaqlar, kiçik, burada bir dənə sifət var, kiçikdir. Heç bir dərəcə əlaməti yoxdur. Heç bir dərəcə əlaməti yoxdursa adi dərəcədədir. Feillərin hər birinin quruluşacağı növü fərqlidir. Burada gəlin feillərə baxaq. Yəni biz 1-i götürmüşük, bir də 3-ü götürmüşük. Çünki silim ki, görün burada nə var. Feillərimiz işləməyədir, bir də gedirdimdir. Düzdür? İşləməyə sözü, bir də vida edibdir. Vida edib mürəkkəbdir. Ol, et, elə mürəkkəb feil yaradır. İşləmək sözünün kökü işdir, lalə leksikdir. Bu düzəltmədir. Gedirdim sözü, sözün kökü getdi, ir qrammatik, d plus mdir, idim plus şəxs sonluğu. Yəni vida edib mürəkkəb, işləməyə düzəltmə, gedirdim sözdə. Sadədir, fərqlidir, düz deyir. Zərfin müxtəlif məna növlərindən istifadə edilib. Şöyle qoyun bura 4-də yazım. 1, 3, 4. Sonra deyir zərfin müxtəlif məna növlərindən istifadə edilib. Öz arzularıma həmişəlik. Bir dənə burada zərf var. O da həmişəlikdir. Həmişəlik də zaman zərfidir. Amma bizdə deyir ki, güya başqa zərflər də var və onlar müxtəlif məna növündədir. 5 yanlışdır. Sonra keçək 6-ya. Leksik mənası olmayan söz var. Kiçik bir kənd klubunda bəli var. Bir kiçik kənd. Birinci növün ortasında işlənən həmişə ya bir söz var. Gözəl bir səhər, gözəl bir gün, kiçik bir kənd. Orada bir ədaddır. Birinci növün ortasında işlənən ədad. Götürün. Sonra keçək 25-ci suala. Deyir ki, cümlədə işlənmiş, təsriflənməyən feillə bağlı doğru fikirləri müəyyən edin. Gəlin birdən başlayaq, oradan geri dönüş eləyərik. Deyir ki, birinci cümlədə həm indiki, həm də keçmiş zamanda zaman məzmunlu feili sifət işlənib. Uşaqlar, feili sifət işlənib, bəli işlənib. Gəlin baxaq. Saralmış sözü.
Saralmış sözü və bir dəqiqə bizə nə istəyir? Həminki məzmun feili və bir də deyilənləri. Bizə nə istəyir? Deyir, birinci cümlədə 2 dənə fe'li sifət varmı? Var, tapdıq. Saralmış keçmiş zamanı bəli, mış. Yadınızda qalsın ki, anası malı dikəcəkmiş. Mən kəşf eləməmişəm, amma kim kəşf eləyibsə gözəl bir cümlə qurub. Ası malı dikəcəkmiş. Və dıqlanmış keçmiş zamanda, indiki zamanda, ası, malı, acaq isə gələcək zamandır. Bunu da unutmayın. Və keçək. Yəni çətin bir şey deyil. Yenə deyirəm, bax gülən indi gülür də. Yəni ası, malı, acaqdır. Keçmiş indiki zamandır. Daha doğrusu gələcək zamanda, dıqmış, keçmiş zamanda. Mış onsuz da keçmiş zaman şəklisinə oxşur. Dıqda şuhudiyə oxşarlığı var. Dıq plus mənsubiyyət ondan yadınızda qalar. İndi keçək deyir ki, indiki və keçmiş zamanda da bir doğrudur. Birinci cümlədə bütün təsriflənməyən feillər tərkib əmrinə gətirilib. Gəlin baxın, mən saralmış buğda zəmlərinin arası ilə yavaş-yavaş irəliləyir. Mən irəliləyirəm. Uşaqlar, saralmış buğda zəmlər, hansı buğda saralmış? Kim irəliləyir? Mən. Tərkib olması üçün feili bağlama, məstər, feili sifət özünün əvvəlki sözlərlə, söz və yaxud da sözlərlə birləşməlidir və tərkib yaratmalıdır. Amma burada yaratmayıb. Çünki mən sözünü xəbərlə əlaqələndirə bildim. Mən irəliləyirəm. Sadəcə orada şəxs sonluğu ixtisara düşürdü, amma yenə də mən əlaqələndirə bilirəm. Bu o deməkdir ki, orada tərkib yaratmayıb. İkisi yanlışdır. Və heç ikincisində də tərkib yaratmır. Deyir, bugünkü hadisələr haqqında düşünərək deyilənləri götür-qoy edirdim. Nə edirdim? Götür-qoy edirdim. Nəyi deyilənləri, necə, nə cür bugünkü hadisələr haqqında düşünərək götür-qoy edirdim. Deyilənləri sözdə tərkib yaratmayıb. Bir dənə orada düşünərək söz tərkib yaradır, amma mən deyir, bütün hamısı ona görə səhvdir. Hər iki cümlədə işlənmiş bütün fe'li sifətlər eyni qrammatik məna növündədir. Uşaqlar, bu onsuz da yanlışdır. Niyə yanlışdır? Və saralmış sözün kökü ilə saralmaqdır, məlum növdədir. Çünki bayaq mən fikir vermişdim. Deyilənləri sözü də məchul növdədir. Biri məchul növdədir. Heç birinci cümlədə fərqlidir. Heç ikinci cümləyə baxmağa dəyməz. Məsələn, ikinci cümləyə də baxsaq, maşından düşdü, məlumdur. Palçığa bata-bata, batmaq feili bağlamada onu da feil götürəcək. Bir dəqiqə, hər iki cümlədə işlənmiş bütün fe'li sifət A. Bizdən fe'li sifətləri istəyir, onsuz da digərlərinə baxmağa ehtiyac yoxdur. Saralmış deyilənləri, digərində isə görünəndir. Görünən qayıdış növdür. Deyilir, məchul növdür, saralmış məlum növdür. Eyni deyil. İkinci cümlədə təsriflənməyən feillərin hər ikisi tərkib əmələ gətirib. Gəlin baxaq. Tərkib yaratması üçün özündən əvvəlki söz olmalıdır. Mütləq tərkib minimum 2 sözdən ibarət olmalıdır. Orada gedib ol, et, elə bil 2 sözü götürməyin. Onlar mütləq onları bir söz kimi görün. O, məsəl üçün kömək olmaq. Kömək olmaq özündən əvvəl söz gəlməlidir. Onunla bir yerdə tərkib yaratmalıdır. Yoxsa kömək olmaq özü necə günə baxanı bir söz görürük. Uşaqlar, kömək olmaq sözünə bir söz kimi. Ol, et, elə bil. İstisna hallar olmaqla onlar bir dənə sözdür. İkinci cümlədə təsriflənməyən feillərin hər ikisi tərkib əmələ gətirib. Gəlin baxaq, sürücü maşından düşdü. Nəyə düşdü? Kim sürücü? Palçığa bata-bata uzaqdan görünən evlərin arasından gözdən itdi. Nə etdi? Gözdən itdi. Necə, nə cür gözdən itdi? Palçığa bata-bata. Feili bağlama tərkibi. Harda gözdən itdi? Evlərin arasında. Hansı evlərin? Uzaqdan görünən. Bəli, görünən sözü uzaqdan sözündən tərkibə giribdir. Fe'li sifət tərkibidir. Bata-bata fe'li bağlamadır. Palçığa sözündən tərkibə girib. Çünki bax, palçığa gözdən itdi. Əgər palçığa sözü tamamlıq götürsəm ayrıca. Çünki kimə nəyə sualını veririk də, düzdür? Bu oxşuyur tamamlığa. Tamamlıqsa mən bunu xəbərlə əlaqələndirməliyəm. Palçığa gözdən itdi. Aha, deməli burada tərkib yaratmayıb. Uzaqdan görünən, yəni gözdən itdi yox, uzaqdan sözü görünən sözünə daxildir. Və burada o demək ki, tərkib yaratır. Söz də doğrudur. İkinci cümlədə hərəkətin zamanını bildirən fe'li bağlama. Hərəkətin zamanı yox, tərzini bildirir. Necə, nə cür uzaqdan görünən evlər arasında gözdən itdi, palçığa bata-bata. Keçək 26-ya. Verilmiş cümlə ilə bağlı bizdən yanlışı istəyir. Yeni gələn adam həyətə daxil olub darvazanın böyük qapılarını taybaday açdı. Nə etdi? Açdı. Kim? Adam. Hansı adam? Yeni gələn. Necə, nə cür həyətə daxil olub? Necə, nə cür açdı? Həyətə daxil olub. Nəyi açdı? Darvazanın böyük qapılarını. Tamamlıq. Uşaqlar, tamamlıqdır. Necə, nə cür açdı? Taybatay. Bu isə zərflikdir. Bu zərflikdir. Deyir, bütün ikinci dərəcəli cümlə üzvləri iştirak etmişdim. Yeni gələndə uşaqlar təyindir. Bunu da qeyd edeyim. Silindi bayaq. Yeni gələndə təyindir. Deyir ki, bütün ikinci dərəcə bizdən yanlış istəyir. İkinci dərəcəli üzvlərimiz hansılardır? Tamamlıq, zərflik və təyin. Burada yeni gələn təyindir. Darvazanın böyük qapılarını nəyi açdı? Burada tamamlıqdır. Taybatay açdı. Həyətə daxil olub açdı. Bu isə zərflikdir. Hamısı işlənib, amma yanlışı istəyir, bir getdi. Zərfliklərin ifadə vasitəsi eynidir. Xeyr. Həyətə daxil olub fe'li bağlama tərkibidir. Taybatay açdı isə zərflə ifadə olunub. Yəni ifadə vasitəsi biri tərkiblə ifadə olunub, biri isə zərflə ifadə olunub. Getdi. O eynidir. Bizdən onsuz da yanlış istəyir. Bəli, ikini götürəcəyik. Bir dəqiqə. Deməli, ikini niyə götürdük? Çünki yanlışdır. Fe'li birləşmələrin hər biri müxtəlif cümlə üzvlərinin ifadə vasitəsidir. Uşaqlar,
Baxın, orada deyir ki, yeni gələn. Burada fe'li birləşmə biri yeni gələn, bir də həyata daxil olub. Deyərsiniz, mənim daxil axı ol et elə tərkib yaradıbmı? Bəli, burada yaradıb. Niyə yaradıbdı? Çünki daxil olub bir sözdür, həyata sözü də daxil olub sözünün yanında gəlibdir. Yəni bir yerdə birləşib cümlə üzvü olub, həyata açdı deyə bilmədiyimə görə, deməli həyata sözü daxil olub sözünə aiddir və tərkib yaradıb. Yeni gələn və həyata daxil olub. Deyir, fe'li birləşmələr müxtəlif cümlə üzvüdür. Bəli, yeni gələn təyindir. Hansı adam? Həyata daxil olub zərflikdir. Ümumiyyətlə fe'li bağlamanı görəndə bilin ki, ancaq zərflik olur, başqa heç nə olmur. 3 doğru olduğuna görə götürmürük. Qrammatik əsas təşkil edən cümlə üzvləri nitq hissəsi ilə ifadə olunmuşdur. Qrammatik əsas təşkil edən o deməkdir ki, mübtəda və xəbər. Deyir, nitq hissəsi ilə ifadə olunub. Bəli, bu da doğrudur. Niyə? Çünki nitq hissi var, bəzən yəni çox düşür bu testlərdə və hər dəfə izah etməyimə rəğmən uşaqların ən böyük problem yaşadıkları bir mövzudur bu. Nədir? Məsələn, var nitq hissəsindən ifadə olunan cümlə üzvü, var söz birləşməsindən. Sənə nitq hissəsi deyirsə, yəni isimlə, sifətlə, sayla, əvəzliklə, zərflə ifadə olunub deməkdir. Və əgər səndən söz birləşməsi deyirsə, indi fe'li birləşmə olar, ismi birləşmə olar. İndi bizdə deyir ki, nitq hissəsindən ifadə olunub. Bəli, açdı, söz birləşməsindən ifadə olunmayıb. Yəni burada xəbər, qrammatik əsas deyəndə mübtəda və xəbərdir. Xəbərimiz burada açdıdır, fe'llə ifadə olunub. Yəni nitq hissəsindən ifadə olunubdur. Burada mübtədamız da adamdır, isimlə ifadə olunubdur. Bu doğru olduğuna görə götürmürük. Nitq hissəsi ilə ifadə olmuş ikinci dərəcəli cümlə üzvü yoxdur. Niyə yoxdur ki? Baxın, taybatay açdı. Nitq hissəsindən ifadə olunub da. Məsəl üçün, burada təyin söz birləşməsindən ifadə olunub, zərflik həyata daxil olub, sonra tamamlıq darvazanın böyük qapılarının söz birləşməsi ilə. Amma nitq hissəsi ilə ifadə olunanı var. Taybatay zərflikdir, amma zərflə ifadə olunub, söz birləşməsi ilə yox. 5. Yanlış olduğuna görə götürürəm. Həm söz birləşməsi, həm də nitq hissəsi ilə ifadə olunmuş təyin işlənmişdir. Uşaqlar, bu da yanlışdır. Söz birləşməsinin ifadə olunan təyini var, yeni gələn. Amma söz birləşməsinin ifadə olunan yoxdur. 6, 2, 5, 6. Uyğunluğu müəyyən edin. Uyğunluğu müəyyən edin. Müəyyən şəxsi cümlə, qeyri-müəyyən şəxsi cümlə. Gəlin baxaq. Mübariz İbrahimov öz qəhrəmanlığı ilə adını xalqımızın şərəf tarixinə yazdı. Yazdı ki, Mübariz İbrahimov. Əgər bir cümlənin mübtədası varsa və ya bərpa edə biliriksə, bir dənə üçüncü şəxsin cəmini bərpa etmək olmaz. Bilin ki, bu müəyyən şəxsdir. 1-ə A gedəcək. Sonra deyir ki, məktəbimizə yaşıllıq salmaq üçün çoxlu ağac gətirdilər. Nə etdilər, gətirdilər. Kim gətirdi, məlum deyil. Mübtəda yoxdur, bərpa edə bilmərik. İş də hamıya aid deyil. Bir qism insana aiddir. Bu o deməkdir ki, bu qeyri-müəyyən şəxsi cümlədir. Lakin mənim yəni uyğunluğumda qeyri-müəyyən şəxsi cümlə yoxdur, o da getdi. Yurdumuzun hər yerində gözəl təbiət mənzərələrinə rast gəlirsən. Uşaqlar, hamı rast gəlir. Hamı rast gəlirsə, bu ümumi şəxsi cümlədir. Bu ümumi şəxsliyə götürəcəyik. Baxaq ki, ümumi şəxsi cümlə burada necə idi? B. Sonra D-yə baxaq, B deyil, üzr istəyirəm. Sonra şəxsi cümlə 3-dür. Çünki ona tam sənədlərə diqqətlə nəzər salındı. Nə etdi? Nəzər salındı. Uşaqlar, nəzər salındı. Nəyə? Sənədlərə. Bir söz özündən əvvəl yönlü şal qəbul edirsə, ümumiyyətlə şəxsiz növdə olan cümlə ya cümlənin xəbəri ya şəxsiz fe'l olmalıdır, ya da yəni ism xəbərli ola bilər, frazoloji birləşmə ilə ifadə oluna bilər. Burada məsələn şəxsiz fe'l nəzər salındı. Nəyə? Sənədlərə. Məchul növ deyil, çünki məchul növdə tamamilə fərqlidir. Məchul növün qarşısına mübtədanın suallarını qoya bilirik. Məsəl üçün yazıldı, nə məktub. Amma burada mübtədanın sualını qoya bilməzsiniz. Çünki şəxsiz fe'l, yəni mübtəda artırma mümkün deyil. Mübtədanın sualını da qarşısına artırın. Daha çox şəxsiz növdə olan fe'llər özündən əvvəl yönlü şalın sualını tələb edirlər. Mənim ora getməyimə yardım edəcəklər. Uşaqlar, xəbər üçüncü şəxsin cəmindədir. Cəmdən bundan da yadımızda qalsın, mübtəda yoxdur. Hamıya aid deyil fikir və buna görə də biz bunu qeyri-müəyyən şəxsli cümləyə götürəcəyik. Ümumiyyətlə yadımızda qalsın ki, uşaqlar, qeyri-müəyyən şəxsli cümlənin xəbəri yalnız üçüncü şəxsin cəmində ola bilər və fikir hamıya aid olmamalıdır. Niyə bunu vurğulayıram? Çünki məsələn, ümumi şəxsli cümlənin də xəbəri üçüncü şəxsin cəmində olar, amma biz onu belə deyək də qeyri-müəyyən şəxsli cümlə ilə fərqləndirməyə bacarmalıyıq. Çünki qeyri-müəyyən şəxsli cümlədə bir iş bir qismə aiddir. Mənim ora getməyimə yardım edəcəklər. Yəni fikir hamıya aid deyil. Bu qeyri-müəyyən. Amma məsəl üçün desələr ki, axşam vaxtı qonaq getməzlər. Məsəl üçün belə bir, yəni orada böyün sözünə baxarlar. Burada artıq bunlar ümumidir. Təkcə üçüncü şəxsin cəmində olan cümlə desək ki, yalnız qeyri-müəyyən və yaxud ümumi şəxs olar. Bu yanlış olar. Çünki əgər mübtəda varsa, həmin cümlə xəbəri üçüncü şəxsin cəmində olsa belə, biz onu götürəcəyik müəyyən şəxsli. Və burada belə bir situasiya sualımız var. Situasiya sualın ekranı dayandırıb oxuya bilərsiniz və mən sizə bu sualları oxumuşam deyə izah edəcəm. Mətnə əsasən cədvəli müəyyən edin. Bizdən müddəa istəyir uşaqlar. Müddəa istəyirsəm, müddəa ümumi fikirdir. Bizdən də faktı verib. Mən o fakta uyğun müddəa seçməliyəm. Burada torpaqsız əkin sahələrinin faydalarından danışılır. Fakta veriblər ki, torpaqsız əkin üsulu ilə əkilən bitkilərin 50% daha sürətlə böyür. Deməli,
Biz belə nəticə çıxarda bilərik ki, burada mətndə deyir ki, torpaqsız əkin sahələri bir sıra üstünlükləri var. Yəni belə bir daha faydalıdır. Yəni belə müddəa çıxarda bilərik. Faktlara da ki, əgər siz axırıncı cümlələri oxusanız, burada var ki, məsələn deyir bu üsula əkilən bitkilər 50% daha sürətlə böyüyür. Baxın uşaqlar, bu müddəada yəni müddəada çaşmaq lazım deyil. Birincidə bizdə nədə verir? Deyir torpaqsız əkin üsulu ilə əkilən bitkilər 50% daha sürətlə böyüyür. Deməli faydalarından danışır torpaqsız əkin sahələri. Ümumi fikir gətirirəm ki, ümumi fikirləşmək lazımdır ki, yəni orada o da ola bilər ki, yəni torpaqsız əkin sahələri məsəl üçün fermerlər üçün daha faydalıdır, daha üstünlükdür, daha əlverişlidir. Belə də yaza bilərdik. Bu üsul əkin sahələri. İndi burada bir faktı buradan seçib yazırlar. Bir faktlarda məsələn yazardım ki, sürətlə böyüyür torpaqsız əkinlər. Cəmi 5-6 həftəyə böyüyür faktlara. Və yaxud deyərdim ki, ətrafdakı ziyanvericilərdən qorunur. Yəni bunları fakt kimi qeyd eləyə bilərdik. Mətnin əvvəlində işarə yazılmış, işarə qoyulmuş sözlərin qarşılığını ifadə etdiyi mənanı yazın. Məsələn, məhsuldar o deməkdir ki, uşaqlar daha çox məhsul verən, yəni daha faydalı, belə sözlərlə əvəz edə bilərik. Sonra deyir sürətlə böyüyür, daha tez böyüyür. Yəni belə olar. Sonra qorunur, o da biz onu mühafizə edilir kimi də yaza bilərdik. Daha sonra baxaq. Mətndə altından xətt çəkilmiş cümlədə uyğun düzəlişlər edib, yalnız qüsurlu məqamlar etməklə, yəni qüsurlu məqamlar mətndən altından xətt çəkilmiş cümlələrdə uyğun düzəlişlər etməklə cümləni yenidən yazın. Burada altından xətt çəkilmiş cümlə əlverişsiz hava şəraiti, məhsuldar torpaqların azalması, tərəqqi edən əhali sayı fermerlərin alternativ yollar axtarmağa tədqiq etdi. Uşaq tədqiq etdi, yox. Bu ola bilər məcbur etdi olsa daha uyğun olardı, vadar etdi, məcbur etdi. Yəni bu kimi ifadələr tədqiq etmək tamamilə başqa bir şeydir. Yəni insanlar yeni yollar axtarmağa vadar ola bilər, məcbur ola bilərlər. Yəni bu kimi ifadələr daha uyğundur. Bugünkü izahdan bu qədər. Əgər sizə nəsə aydın olmasa, bugünkü izahlardan bu qədər. Blok sualım bugün çalışdım ki, daha ətraflı, daha geniş. Mənim məqsədim o idi ki, şagird baxanda nəsə öyrənsin, nəsə yadda qalsın, sırf cavabı deyib keçməyim. Ümid edirəm sizin üçün faydalı oldu. Dinlədiyiniz üçün təşəkkür edirəm.